Gəncədə yaşayan coğraf müəllimi dərsdə şagirdlərin birinci Gəncədə yaşayan coğraf müəllimi dərsdə şagirdlərin bu gün gündüz uzunluğunun dünəndən daha uzun olduğunu, sabah isə daha qısa olacağını deyir. Deməli, Gəncə təqrib olaraq deyək ki, 40 şimal dairəsi Gəncə. Söhbət gündüz uzunluğundan gedir. Gündüz. Deməli, bugün dünən, sabah. Deyir, bugün gündüz uzunluğunun dünəndən daha qısa. Sabahdan isə deməli, bugün gündüz uzunluğunun dünəndən daha uzun. Dünəndən daha uzun. Sabahdan isə daha qısa. Bugün dünəndən uzun, sabahdan qısadır. Deyir, hansı tarix söyləmişdir? Yəni, hansı tarixdir? Biz tapmalıyıq ki, gündüz uzunluğu arta gedir. Artır. Sonra hansısa tarixdən isə azalır. Və həmin məntəqədə 40 şimal dairəsi. 40 şimal dairəsi, yəni şimal yarımkürəsində günəş nə zaman olur? 21 mart, 22 iyun, 23 sentyabr. Bu tarixlər günəş şimal yarımkürəsində olur. 21 martda 22 iyun kimi gecənin gündüz uzunluğu artır. Bu tarixdən sonra azala gedir. Deməli, bu tarix hansı tarixdir? 22 iyun tarixi. D variantı. Keçək növbətiyə. Yerin xəyali oxunun orbit müstəvisinə meyillik bucağının dəyişməsi. Bir daha deyirəm, sual aydınlanmaq məsələnin 50% deməkdir. Yerin xəyali oxundan gedir söhbət. Bucağın dəyişməsi nəticəsində meyillik bucağı dəyişir. Biz bilirik ki, meyillik bucağı 66,5 dərəcədir. 66,5 dərəcə olur. Qütb dairələri 66,5-dən keçir. Tropiklər isə bərabər 90-dan çıxırıq 66,5-də bərabərdir 23,5. Yəni 66,5 olanda. Bu da deyir, dəyişib. Tropik şıklanma qurşağın şimal-cənub sərhədlərindən ən qısa məsafə. Tropik şıklanma qurşaqları. Bilmirik bunların sərhədlərini dəqiq. Bir dənə tropik. Tropik şıklanma qurşaqlarının şimal və cənub sərhədlərinin arasında ən qısa məsafə 80 milyon. 80 milyon yoxsa 2, 4, 8 milyon. 2, 4, 6, 8 milyon. Miqyas verilib. Miqyas 8 milyon. Bunu da belə 100 minə kilometr çevir. 1 kilometrim 100 min santimetrdir ona görə. 3, 5, 5. 80 kilometr. 80 kilometr. İndi xəritədə məsafə 88,8 santimetr. Olarsa, yay gün dönümü Bakı şəhərinin günəş şüalı maksimum düşmə bucağını hesab. Bura kimi tapaq. Buradan biz miqyas verilib, xəritədə məsafə verilib. Miqyas verilib, xəritədə məsafə verilib. Birinci yay gün dönümü Bakı şəhərinin günəş şüalı düşmə bucağını, maksimum düşmə bucağını tapın. Növbətidir. Buna kimi hələ biz verilənlərin nələr tapa bilərik onu yazaq. Sonra keçir növbəti hissəyə. Yəni biz tropikləri tapmalıyıq. Deməli, miqyas 1 santimetrdə. Miqyas. Xəritədəki məsafə, həqiqi məsafə. Həqiqi məsafə bizə nə üçün lazım? Tropiklərin
neçə dərəcə olduğunu tapaq. Miqyas yazaq. 1 santimetrdə 80 kilometr. Xəttə məsafə 88,8. Həqiqi məsafə. Həqiqi məsafə də bərabər 80 vurulsun. Deməli, 88,8. 80 vurulsun 88,8. Həqiqi məsafə bərabər 7104 kilometr. Həqiqi məsafəni tapdıq. İndi həqiqi məsafəni tapaq. Biz həqiqi məsafəni tapandan sonra biz dərəcələri tapa bilərik. Yəni neçə dərəcədən keçdiyini tapa bilərik. Biz bunlar arasındakı meridiandan gedirik. Meridianla gediriksə bunların tənasübünü quraq. 1 dərəcə meridian qoysa 111 kilometr. Deməli, gedilən dərəcə və yaxud da gedilən bucaq, gedilən dərəcə, buradan bura neçə dərəcə gedib? Həqiqi məsafə. Yerinə qoyaq 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 7104 kilometr. Buradan da biz tənasüb qururuq. Deməli, gedilən dərəcə vurulsun 111 bərabər 7104. Gedilən dərəcə bərabər 7004 bölünsün 111. Bölünsün 111. Gedilən dərəcə bərabərdir 64 dərəcə. 64 dərəcədir. Yəni buradan bura 64. Burada əlbəttə ki, tropik ekvator var. Və yarı-yarı bölünürsə, bu ikisi hamısı 64-dürsə, bu olacaq 32, bu da olacaq 32. Deməli, tropiklər hardan keçir? 32 dərəcədən 32 şimal endarəsi. İndi gəlin məsələnin növbəti hissəsinə keçək. Yay gündönümü deyən kimi, yenə biz yay gündönümü deyən kimi Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 şimal endarəsi. Yəni şimal tropik. Şimal tropik. İndi Bakı şəhəri, deməli, Bakı 40 şimal endarəsi. Bu da olur verilən məntəqənin coğrafi enliyi. Gəlin, hər ikisi verilib, düsturda yerimizə qoyaq, hesablayaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın mütəzzət verilən məntəqənin coğrafi enliyi plus minus Günəşin zenitdə olduğu məntəqə. Belə yazaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə Bakıdır. 40 şimal endarəsi. Günəşin zenitdə olduğu 23,5 şimal endarəsi. İkisi də eynidir. Ona görə çıxırıq. Bərabərdir. 90 çıxılsın. 40-da 23,5 16,5 bərabər 73,5. Yox, 23,5 nədir? Axı biz dedik ki 23,5 yox, 32. 32. Düz istəyirəm. 23,5 yox, 32. Axı biz tapdıq 32-dir. Şimal endarəsi. 32 olduğu üçün deməli 90-dan çıxırıq. 32-dən 40-dan 32 çıxan 8 bərabər 82 dərəcə. Cavab D variantı. Coğrafi koordinatları 10 cənub və 90 qərb uzunluğunda olan A məntəqəsi. Gəlin A məntəqəsini tapaq. 10 cənub demək 0-dır. 0-dan aşağıdır. Yəni bu ekvatordur. Buralardadır. 90 qərb uzunluğu. Təqrib olaraq 90 qərb uzunluğu budur. Çünki Qrimmişdən soldadır. 10 da cənub endarəsi. Təqrib olaraq bu hissələr. Elə. Bu olsun A. Demək 90 qərb uzunluğu. 10 da cənub endarəsi. Göstərmiş ərazi hansında yerləşsəydi, A məntəqəsi sxemdə göstərmiş ərazi hansında yerləşsəydi,
il ərzində gecə-gündüz uzunluqları arasında fərq mövcud yeri ilə müqayisə daha çox olar. Birinci yazdıq bu mantıqa. Hansında, məsələn, A-nı çevirib hansına qoysaq, 4-ə, 3-ə, 1-ə, 2-ə yerləşsəydi, il ərzində gecə-gündüz arasındakı fərq mövcud yeri ilə müqayisədə daha çox olardı. Bu, ekvatora daha yaxındır. Biz bilirik ki, ekvator uzaqlaşdıqca gecə-gündüz arasında fərq daha çox alır. Burada da gecə-gündüz arasında fərq daha çox olan, əlbəttə ki, bu ikinci məntəqədə 40 şimal dairəsidir. Buna nəzərən, əlbəttə ki, cavab B variantı. Aşağıdakı birinci şəkildə ilin müəyyən vaxtları üçün məntəqəyə günəşin düşmə bucağı, birinci məntəqə, birinci şəkildə daha doğrusu, müəyyən vaxtların üçün günəş şüanın düşmə bucağı verilmişdir. Yəni, hər məntəqəyə günəşin düşmə bucaqları verilmişdir, müxtəlif tarixlərdə. Buna əsasən məntəqənin ikinci şəkil işarəmiş nöqtə hansına uyğun gəldiyini müəyyən edin. Hansına uyğun gəldiyini, yəni hansı doğruludur, ona uyğun gəldiyini müəyyən edək. Birinci baxaq. Deməli, hansı nöqtəyə uyğun gəldiyini müəyyən edək. Biz baxsaq, 21 mart 23 sentyabrda 50 dərəcədir. 21 mart 23 sentyabrda 50 dərəcədir. 21 mart 23 sentyabrda günəşin zenitdə olduğu məntəqə ekvator. Bu da 0 dərəcə. Və bu zaman günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Burada da verilən məntəqənin coğrafi enliyini tapaq. Günəşin düşmə bucağı verilib. Günəşin düşmə bucağı bərabərdir 50 dərəcə. 50 bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Verilən məntəqənin coğrafi enliyi bərabərdir 90-dan 50 çıxırıq olur 40. Deməli 40-cı. Deməli ya L-dir, ya N-dir. İndi baxaq. Burada deyir ki, 22 dekabrda fikir versəz, 70-dən daha çoxdur. 22 gündür isə 22 gündür, daha azdır. 22 dekabrda günəşin düşmə bucağı, 22 dekabrda günəş harda olur? Günəşin zenitdə olduğu məntəqə 23,5 cənub endarəsi. Və 23,5 cənub endarəsindədir və düşmə bucağı çoxdur, onda olur E məntəqəsi.